hardayam sən də xırdalanır sizin qarşınızda. Bəh, gözəl bir yerdə. Durub baxıram, ləzzət eləyir. Ev, üç otaqlı ev, qoşa daş, kürsülü. Gör elə kürsü nə ündürəyəm elə. Gəl, içəriyə çəkək, qiyməti çox bir qiyməti. Bunun qiyməti, açıqlayacam neçəyədir. Bir dənə, bəh, gəl hələ, gəl. Pilləkənlər 1, 2, 3, 4, 5. Bu da Afın binası. Afın binasını da görsənət. Daxil olur içəri. Sıra sağa dönülən. Bu bunun qırasıdır. Hər bir zövqdən yıxılıb qəşəng. Evdə tamamlanma işləri gedir. Ev qoşa daşdır. Pəncərəsinin ağzına görürsən, qoşa daş. Patologlar dizayn Patologlar gördüyünə qəşəng düzəldir. Dizayn verirlər. Qəşəng ev düzəlinib, qəşəng də qiymətə satılır. Qiyməti şok bir qiymətə. İndi qiymətini satsın. Bu bunun bir otağı. Qonaq otağı. Həm geniş, həm uzun, həm enli. Vakat otaqdır deməyim odur. Bir dənə bunu qəşəng çək. Sıra dönən bir dənə sağa dönəcəm. Sola. Sola. Sola döndüm. Bu da bunun ikinci otağı. Həqiqətən düzgün bir rəngi var. Pəncərələr manesizdir. Pəncərələrə bax. Sala baxın, işıq düşən. Ondan sonra qabağında ev yox, bir şey yox. Havalı evdir. Belə evlər istəyirdik, bu məndə var. Bura bunun sanuzili. Girdim üçüncü otağa. Bu da bunun üçüncü otağı. Çox gözəl, çox qəşəng. Ancaq evdə tamamlamaq işləri gedildim. Burası tökündür, ancaq ev çox qəşəngdir. Çox gözəl evdir, normal. Evin qiyməti 52 minə. Çox gözəl. 52 minə verəcəm. 52 minə deyirəm bu evi. Gəlin, gəlin. Qiyməti çox fazla deyil. Qoy camaat alsın. Bu nə qədər?